Şagirdlər kitablara bənzəyir. Fərq odur ki, kitabın səhifələri bir gün bitir. Amma şagirdin öyrənəcəyi və öyrədəcəyi hər gün yenidən yazılır. Hər sual, hər maraq, hər baxış onun yeni səhifəsidir. Kitabı bir dəfə oxuyub bağlayırlar. Amma şagirdi oxumaq illərlə, bəzən bir ömür davam edir. Bəzən o səhifələrdə səhvlər olur, bəzən parlaq fikirlər, saf duyğular, amma hər birində gələcəyin izi var. Çünki şagird təkcə öyrənən deyil, öyrətdiklərimizin, dediklərimizin və gördüklərimizin canlı davamıdır. Necə deyərlər, şagirdlər həm də biz müəllimlərin əsəridir. Elə edək ki, Şagird adlı kitablarımız nikbin notlara köklənsin.